Hər kəsə salamlar. Kiberpolis kanalından mən Ünur. Necəsiz? İnşallah ki, keyfiniz yerindədir. Deməli, bu günləri Azərbaycanda ən aktual mövzulardan biri olan phishing nədir və ondan necə qoruna biləcəyi haqqında sizə video çəkəcəm. Əgər bu tarz videoların daha çox gəlməsini istəyirsinizsə, videoya like atıb kanalımıza abunə olmağı unutmayın. İlk öncə slaydımıza keçmədən öncə sizlərə onu deyim ki, əgərləri onlayn kiber təhlükəsizlik dərslərinə qoşulmaq istəyirsinizsə, aşağıdakı rəylər bölməsindəki yazdığım nömrə ilə əlaqə saxlayıb rahat bir şəkildə onlayn dərslərimizə qoşula bilərsiniz. Deməli, uşaqlar, indi soruşacaqsınız ki, niyə Azərbaycanda ən aktual? Çünki Azərbaycanda ona görə aktualdır ki, ümumi dünyada məncə aktualdır. Sadəcə Azərbaycanda son zamanlar aktual bir şey olub. Ona görə ki, yəni hekerların ən asan eləyə biləcəyi, yəni hücum növüdür. Hücum da deyil, yəni ən asan sizin məlumatlarınızı əldə eləyə biləcəyi bir növdür. Niyə elədir? Çünki saxta bir sayt yaradırlar və o saxta saytı elə yaradırlar ki, insanlar onu, yəni necə deyim, orqanik bir saytdan eyni görür və girir rahat bir şəkildə alış-veriş eləyir və bilmədən də kart məlumatlarını hekerə ötürmüş olur. Yəni ona görə də hekerlər ən rahat, yəni bu üsulla insanların məlumatlarını, kart məlumatlarını əldə eləmiş olurlar. Deməli, uşaqlar, slaydımıza keçək. İlk öncə internetdə hər gün minlərlə saxta e-poçt və mesaj və sayt yaradılır. Məqsəd isə sadədir. Bayaq mən dediyim kimi, sadə, yəni saxta e-poçt, mesaj və saytlar yaradırlar. Sonra da məqsədləri sadədir, səni aldatmaq. Bu aldatma metodu biz phishing deyirik. Yəni kiber təhlükəsizlik sahəsində buna phishing deyirlər. Phishing məqsədi istifadəçinin şifrəsini, bank məlumatlarını, şəxsi sənədlərini və başqa həssas məlumatlarını ələ keçirməkdir. Bəzən bu çox primitiv olur. Hər kəsin istifadə etdiyi zəif sözlər və ya açıq mənbələri hədəfləyirlər. Bəzən isə bu çox mürəkkəb, sosial mühəndislik işə dəstəklənmiş çox inandırıcı fırıldaqlardır. Bugünkü videoda mən sizə phishing nə olduğunu, ən çox rastlanan üsulları necə tanımaq lazım olduğunu, real misallar və ən vacibi hansı proqram və alətlərlə özünü və təşkilatını müdafiə edə biləcəyini sadə və praktik şəkildə izah edəcəm. Deməli, uşaqlar, bugünkü videomuzun məqsədi bayaq da dediyim kimi sizlərə phishingdən necə qorunmaq üsullarını aydın şəkildə izah edəcəm və ondan sonra əgər phishingdən başınız çıxmırdısa, ən azından başınız çıxacaq və saxta saytlara klik edib həmin saytlara öz şəxsi məlumatlarınızı yəqin ki, yazmağa qorxacaqsınız. Ona görə də yəni qabağınıza çıxan sayta inanmayın. Azərbaycan da maşallah hamı kasıb millətdir. Hamı da nə bilim kreditdən falan hamı ya mesaj göndərirlər ki, bu qədər kredit veririk falan filan. Hamı da kart məlumatlarını yazır, sonra zibilə çıxır. Ondan sonra nə qədər get banka qapısını döy, polisin qapısını döy, heç kim sənin şikayətinə baxmayacaq. Deyəcək qardaş, məlumatlarımı paylaşmaz. İndi ikinci slaydımıza keçək uşaqlar. Əvvəlcə phishing nədir? Qısa və aydın şəkildə phishingi izah edeyim. Phishing mənimsətmə, yəni kimsə özünü başqa biri kimi göstərərək səni məlumat verməyə, linkə klikləməyə və fayl açmağa inandırır. Bu necə olur? İzah edin. Deməli, phishing edən şəxs, yəni hacker, girir bir dənə sayt açır. Yenə mən keçən dəfəki videoma baxmısınızsa, baxmamısınızsa, yəni eyni misal çəkəcəm. Deməli, saxta bir, məsələn üçün Kapital Bank olsun, nə bilim Paşa Bank olsun, nə bilim ümumiyyətlə hansısa bank nəzərdə tutun. Saxta bir bank saytı açır. Və bu bank saytı adından bütün şəxslərə mesaj göndərir ki, məsələn üçün Kapital Bank olaraq sizə 2000, 3000, 10.000, 100.000, nə bilim, yarım milyon kredit verir.
və sən də inanırsan, həmin şəxsin göndərdiyi linki basaraq həmin link üzərindən saytı açırsan və girdiyin saytda baxırsan ki, Capital Bank kimi eyni səhifədir, yəni fərqlilik yoxdur. Fərqli isə ondadır ki, yuxarıdakı domeindədir. Fərqlilik əsas onda olur. Amma şəxsən mən özüm də hansısa sayta girəndə domein və domeynə fikir vermirdim əvvəlləri. Yəni fishingi biləndən sonra domeynə fikir verirəm. Onların domeyni fərqli olur. Və siz girirsiniz domeynə heç kim, yəni 90%, bəlkə 95% domeynə heç kim fikir vermir. Domeyn də nədir uşaqlar? Məsələn üçün də birbank.az azdan az domeyn sayılır. Azdan sonra gələn hər şey domeynin tərkibi gedir. Azdan sonra gələn hər şey domeynin tərkibi gedir və siz ona baxmırsınız. Baxmadan saxta sayta girdiniz, məlumatlarınızı yazdınız. Və sevinirsiniz ki, indi 5000, 10000 kreditiniz gələcək. Bir girirsiniz kartınıza görürsünüz ki, kart məlumatlarınız karta giriş olmur. Və yaxud girmisiniz 10.000 və yaxud 5.000 kartınızda pul var idisə, o da yoxa çıxır. Beynimizə heç nə gəlmir. Deyirsən, gedim bir dənə polisə şikayət edim, banka şikayət edim. Banka da şikayət edirsiz, bank baxmayacaq. Çünki nəyə görə? Bankla siz kartı alanda imza atırsınız ki, mən şəxsi məlumatlarımı heç kimə paylaşmayacağam. Sən öz əlindən paylaşmısansa, bank orada məsuliyyət daşımır. Bank məsuliyyəti atır qırağa. Ona görə ki, sən də qalırsan ortaqda. Bank da bütün məsuliyyətləri daşımaq istəmir. Çünki bütün məsuliyyətləri daşısa, bank yazıq batar. Ona görə bəzi məsuliyyətləri, yəni bacardığı qədər kiberə aid məsuliyyətləri öz üzərindən atırlar. Çünki çox qarışıq bir şeydir. Ona görə də baş görmək istəmirlər. Nəysə, mənimsətmə, yəni 2000 sözü başqa biri kimi göstərər sənə məlumat verməyə, linkə klikləməyə və fayl açmağa inandırır. İnandırdı tutaq ki. Bu telefon üzərindən SMS ilə də ola bilər, mesajlaşma tətbiqlərdə, səssiz zənglərlər də, amma ən çox rastlanan forması e-poçt və saxta veb saytlar üzərindədir. Hackerlar bir şirkət adı ilə, bankın loqosu ilə və inandırıcı dizaynla saxta səhifə yaradır. Sənin etdiyin tək şey linkə klikləməkdir, amma klik etdikdən sonra artıq zərər verilə bilər. Mən dediyim kimi, siz klikləyirsiniz, bütün məlumatlarınızı yazırsınız. Ondan əlavə, phishingdən əlavə onlar sayta keylogger proqramı yazırlar. Keylogger də nədir? İngiliscə bilənlər bilər, bilməyənlər üçün də izah edeyim. Sən məsələn notebookda, klaviaturada V hərfi yazan kimi avtomatik ona da V hərfi gedir. Sən Q hərfi yazan kimi ona Q hərfi gedir. Klaviaturada nə yazırsansa onu əks tərəfə ötürmüş olursan. Yəni keylogger proqramı odur. Onunla da rahat bir şəkildə sənin məlumatlarını əldə edirsən. Girsən məsələn 41 69 35 73 nə bilim 28 44 31 69 məsələn üçün yazdın kartın kodu sözü avtomatik getdi ona. Yəni söhbət ondan gedir. Sonra isə 4-cü slaydımızda nə deyir? İndi phishing formalarına qısa baxaq. Bəziləri kütləvi göndərilir, milyonlarla e-post atılır və bu da spray and pray metodudur. Bəziləri isə hədəfli olur. Bunun adı spear phishingdir. Və burada hacker konkret bir şəxs və ya şirkəti hədəfləyir. Hədəfli hücumlar daha təhlükəlidir. Çünki hücumçu əvvəlcədən çoxlu məlumat toplayır, LinkedIn profili sosial mediada paylaşdıqlarına şirkətin strukturu və buna görə də mesaj daha inandırıcı olur. Deməli uşaqlar, burada isə bizə deyir ki, phishing eləyən şəxs daha öncədən əgər phishing eləyəcəyi nöqtəni planlayıbsa, deməli həmin şey daha təhlükəli olur. Nəyə görə? Çünki necə deyim, daha çox məlumat əldə eləmək istəyir. Daha çox məlumat əldə eləmək üçün də daha çox saxta məlumatlar yaradır. Yəni indi bu veb sayt üzərindən ən çox tanınıb da. Yəni mən ona görə sizə deyirəm ki, veb sayt üzərindən misal çəkirəm. Çünki
Yəni SMS üzərindən heç kimə gəlmir. SMS üzərindən tək tük adama ya gələr, ya gəlməz. Əslində SMS üzərindən də gəlmə olur. Sadəcə veb sayt üzərindən izah edirəm ki, daha aydın şəkildə başa düşəsiniz. SMS-də də onsuz da eyni şeydir. SMS sizə gəlir, siz SMS üzərindən hansısa linki basırsınız, o da sizi veb sayta göndərir. Amma bir dənə də sizə onu deyim ki, belə bir phishing də var. Zəncili phishing. O nətər olur? Sizə məsələn bank əməkdaşı kimi zəng edir, tutaq ki, zəng edir ki, falan nömrəyə. Alo, məsələn üçün də mən xanım adı çəkəcəm. Günay xanımdır danışan. Siz də deyirsiniz, bəli. Qayıdıb həmin şəxs deyir ki, bəs sizi Capital Bank şirkətindən məsələn Emin bəydir narahat edən. Bəs indi sən də tutaq ki də məsələn üçün Günay xanım neçə ay bundan qabaq və ya neçə gün bundan qabaq kredit müraciət. Bəs Emin bəydən narahat edirsinizsə, bəs siz kredit müraciət eləmisiniz. Yəni istəyirsinizsə müraciətinizə baxa bilərik. Xanım da deyir ki, hə, bəli, baxa bilərik, problem deyil. Mən də kredit götürmək istəyirəm. Aha, nə gözəl. Bank əməkdaşı qayıdıb sənə deyir ki, bəs xanım, zəhmət olmasa, Günay xanım, zəhmət olmasa kart məlumatlarınızı deyərsiniz də. Sən də deyirsən ki, hə, deyim, zor da, məsələn 5000, 3000 kredit götürəcəm. Sən də deyirsən 41 69 73 44 16 39 75 24. Günay xanım qayıtdı dedi. Emin bəy də aha xanım qeyd edirik. Arxa kodunda zəhmət olmasa deyərik CVV kodu 369. Aha onu da dedi. Bitmə tarixi falan hamısı kart məlumatlarını istədi Emin bəy. Emin bəy axırda qayıdıb deyir ki, xanım, Günay xanım, sizin indi kredit müraciətinizə baxılır, 5-10 dəqiqə ərzində sizə geri dönüş edəcəyik. Onu da adı boy eləyən kimi 5 dəqiqədən sonra sən gir kartıma bax, olan pulda yoxdur. İndi də həmin Günay xanım zəng edəcək Capital Banka müştəri xidmətinə. Özdə nə qədər zəng edəcək ki, götürsünlər. Götürəcəklər. Bircə kəlmə deyəcəklər ki, xanım, zəhmət olmasa banka yaxın. Banka yaxınlaşarsan, bank deyəcək ki, xanım biz deyiz, məlumatlarınızı özünüz vermisiniz. Deyəcək ki, bankda xanıma deyəcəklər ki, xanım, sizə bütün günü Capital Bank mesaj göndərir ki, bank adından, yəni bank əməkdaşı sizin heç vaxt kart məlumatlarını istəyə bilməz. Deyilib. Vəssalam. Atacaq boynundan. Polisə də gedəsən ki, həm 5000 ziyana düşərsən, həm də ki vaxtın itəcək. Yəni 1 ayda, 2 ayda düşsünə sən, yəni öldür özünü, sənin o pulun geri qayıdan deyil də, yəni. Sən ya gedib bir dənə kiber təhlükəsizlik üzrə mütəxəssisə deyəsən ki, məsələn getsin onu tapsın. O da ki, yəni tapan deyil, heç kim eləyən deyil. O şeyi heç kim yəni eləməz. Eləsələr də elə bir 3-4 min yəni səndən pul götürəcəklər də. Yəni oturduğun yerdə 5000 belə ziyana düşürsən, 2-3 min də tapılsa belə ziyan düşərsən. Yəni ona görə dediyim kimi heç vaxt məlumatlarınızı heç bir yerdə paylaşmayın. Yəni burada da onu deyir. LinkedIn falan profillər falan da yaradırlar, özlərini yəni legal kimi göstərirlər, amma halbuki yəni heç bir bank əməkdaşı falan deyil. Nəysə. 5-ci sayımızda görə nə deyir? Adətən phishing necə işləyir? Misal üçün, sənə bir e-post gəlir, mövzu xətti isə təcili. Hesabınız bloklandı. Dərhal daxil olun. İçində link verilir. Linki klikləyirsən, saxta sayta düşürsən və arada şifrəni daxil edirsən. Sonra bilirsən ki, şifrə artıq ələ keçirilir və başqa forması sənə PDF gəlir. Açırsan və içində zərərli proqram var. Bu da maşınına yol tapır və məlumatlarını oğurlayır. Əsas məqam budur. Phishing əsasən insanın etibarından istifadə edir və onu əslində texnologiyanın hacker kimi yox, insan kimi manipulyasiya edir. Deməli, uşaqlar, belə bir phishing növü də var. Yadımdan çıxmışdı deyəm. Məsələn üçün də hansısa bir oyuna Azərbaycan mentalitetindən gedəcəm. Hansısa bir pullu oyuna crack yazırlar. Və əslində onu sən özün gedib eləyirsən, yəni o phishing sayılmır, o hücum sayılmır da, sən onu gedib özün tapırsan, yükləyirsən, sənə kompüter yüklənir, amma phishing kimi gedir də o da.
Deməli, məsələn üçün də ən bahalı iqra nədir? Red Redemption, yəni Red Dead Redemption 2-dir tutaq ki, Steam-də məsələn $50-dır. Sənin də büdcən çatmır almağa. Yəni Azərbaycan mentalitetinə uyğun olaraq Azərbaycanlı bir şəxs olaraq deyirəm. Yəni çox adamın büdcəsi çatmır, heç büdcəsi çatan da istəmir də. Məsələn $50, $40 versin, girir krekli fayllarla nəyisə yükləyir. Amma bilmir ki, yüklədiyi krekli oyun, yəni pulsuz oyun kreklidir. Krekli də nə deməkdir? Sındırılmış bir oyundur. Yəni içinə həssas məlumatlar yerləşdirilə bilər, içinə pis, yəni zərərli proqramlar yerləşdirilə bilər. Sən bunu 50 manatı, yəni deyirsən ki, əşi 50 manat verməkdənsə elə mən girim krekli fayl yükləyim. Amma bilmirsən ki, onu yükləyəcəksən, sənə 50 manat verəcəydinsə, məsələn, oyuna 50 manat pul verəcəydinsə, yükləyəcəydinsə, rahat oynayacaqdın. Yəni 50 manat ona verəcəydinsə, amma krekli faylı yüklədin, virus yükləndi kompüterə falan filan. İndi gəl 120-200 manat verib notebook açdır və yaxud məlumatların oğurlansa, məsələn, üçün də kartında nə qədər pul var, onlar getsə 50 manat, yəni sən qabağa düşmək fikrində idin, amma nə qədər ziyana düşdün. Ona görə də uşaqlar, nə isə yükləmək istəyəndə, nə isə bir şey eləmək istəyəndə ilk öncə leqal, yəni məsələn üçün də baxın həmin sayta, yükləmək istədiyiniz sayta. Baxın görün ki, bu sayt sizə nə təqdim edir? Krakli fayl təqdim edir, yoxsa əsl bir nəsə fayl təqdim eləyir. Yəni məsələn üçün də GTA 5-in rəsmi səhifəsində nəsə pulsuz yükləmək istəyirsinizsə, girin yükləyin. Məsələn, pulsuz ola bilər, girib yükləyə bilərsiniz. Yəni baxın rəsmi səhifədir, yoxsa yox, rəsmi səhifə deyil, krakli fayldır, yoxsa yox, krakli fayl deyil. Yəni siz 20 manat, 30 manat qabağa düşmək istəyəndə avtomatik 200-300 manat ziyana düşürsüz. Yəni bunun da səbəbi nədir? Yəni mən hamımızı başa düşürəm. Mən özüm də o vaxtı elə şeylər eləmişəm. Yəni hamı başa düşmə olur, hamı kasıbdır, pulsuzluqdur. Yəni heç kim 20 manat, 30 manat, yəni bir oyuna pul vermək istəmir. Pul vermək istəmirsən, yəni oynama. Əgər lap belə içindən keçirsə oynama, pul ver qardaş. Yəni sənə nə məcburdur ki, sən pulsuz gedib onu yükləyəsən, sabah ya birisi gün kompüterə virus yüklənər. Sonra da deyəsən ki, mənim kompüterimə virus yüklənib. Halbuki sən gedib krekli fayl yükləyirsən də. Yəni o antivirus da tapa bilmir elə bir zaman. Siz fikirləşəcəksiniz ki, antivirus yükləmişəm, antivirus tapacaq, antivirus nə üçündür? Amma elə antiviruslar, yəni bu dəqiqə heç biri güncəl, çoxsu güncəl deyil. Yəni heç bəlkə də neçə il antivirus qalıb sizin şeyinizdə, proqramda, qalıb notebook sizə heç güncəlləməmisiniz. Yəni adicə mən özüm deyim, Windows-un yəni update gələndə heç onu update eləmirəm. Amma halbuki eləmək lazımdır. Çünki update-lərdə yeni özəlliklər gəlir. Məsələn, Windows 11.5-dir, tutaq ki də, Windows 11.6-ya keçmək update gəlib də. Hackerlar da məsələn Windows 11.5-ə zero day tapdılar. Sən də hələ 11.5-də qalmısan da, sən avtomatik zero day-nə rahat bir şəkildə girib kompüterinə bütün məlumatları əldə edə bilərlər. Yəni zero day də 0-cı gündür. 0-cı günü tapan hacker da çox güclü hacker olur. Yəni onun haqqında sizə qəşəng qısaca deyəndə uzun bir videoda sizlərə onun haqqında deyəcəm uşaqlar. 18 dəqiqədə artıq danışırıq. Yəni ona görə, yəni update gələndə update eləmirsiniz. Yəni update eləmirsiniz, güvənirsiniz ki, antivirus məsələn üçün də krekli faylı tapacaq, çıxardacaq. Heç nə eləmir antivirusla. Antivirusla bu dəqiqə, yəni çox uzun notebookunda güncəl deyil. Güncəl də olsa, yəni antiviruslar bu dəqiqə heç inkişaf eləməyib. Yəni o gücə gəlib çatmır hələ. Hackerların gücünə hələ gəlib çatmır. Elə yəni şeylər var ki, Trojan virusu var məsələn. Trojan virusu notebookun alt hissəsindən, yəni necə deyim, elə hissəsindən gəlir, girir, yəni notebookun hissələrinə ki, siz onu, yəni antivirus onu tapa bilmir. Antivirus üzdə olan şeyləri çıxardır ortaya. Antivirus altda olan şeyləri, yəni virusları və yaxud proqramları ortaya çıxarda bilmir. Yəni ona görə də heç vaxt antivirus tapaman güvənib eləməyin uşaqlar. Yəni deyirsiniz ki, ay nə bilim yükləyərəm, belə eləyərəm, nə bilim 10 ildir mən pulsuz şeylərdən yükləmişəm, heç bir hadisə baş verməyib, amma yəni haçansa olacaq uşaqlar. Məsələn 10 ildir yükləyirsən, heç bir şey olmayıb, 11-ci ildə məlumatlar itə bilər. Yəni belə şeylər də var. Keçək 6-cı slayda. İndi gəlin praktiki olaraq necə tanınmaq lazımdır, lazım olduğunu deyim. Ən asan qayda tələsmə.
təcili xəbərdarlıq, qorxuducu mövzular, hesabını silinəcək, pul çalınacaq və s. Sənə dərhal hərəkət etmək üçün dizayn edilir. Hekerlər bu duyğunu oyatmaq istəyir. Həmçinin göndərəcəyi poçt ünvanı diqqət et, rəsmi görünən adam. Yəni bir sözlə uşaqlar, yəni göndərmə poçtda elə belə poçtlar olmur. Elə poçtlar olur ki, yəni elə saxta saytlar, elə saxta linklər olur ki, elə saxta mesajlar olur ki, yəni siz avtomatik onu oxuyan kimi deyirsiniz ki, aha, nə isə eləmək lazım. Yəni insan psixologiyasından istifadə edirlər onlar. Və insan psixologiyasından istifadə edən mesaj göndərirlər ki, siz avtomatik onu yəni toxunursunuz və girirsiniz. Ondan sonra girəndən sonra məlumatları yazandan sonra artıq geri dönüş yoxdur. Yəni sizə belə deyim də uşaqlar, bu dəqiqə yəni ümumiyyətcə sənin şəxsi məlumatların sənin üçün çox önəmlidir. Sənin şəxsi məlumatların nə qədər, yəni ümumiyyətcə Azərbaycanda onsuz da hamının şəxsi məlumatları internet şəbəkəsində var. Sadəcə olaraq bu şəxsi məlumatlarınızı necə deyim, pis insanlara verməyin. Yəni onsuz da necə deyim, polis bu dəqiqə istəsə sizin şəxsi məlumatlarınızı girib tapa bilər. Hər kəsin şəxsi məlumatları var. Heç kim yəni necə deyim, web şeydə internetdə, yəni kiberdə heç kim bu dəqiqə anonim deyil. Hamının bir uşaqlıqda şəkli olsun, nə bilim, axırda yəni bir dənə səhifən də olsa internetdə var və bu səhifədə səni rahatlıqla tapa bilirlər. Amma onu demək istəyirəm ki, uşaqlar, siz məlumatlarınızı heç bir pis şəxsə verməyin. Yəni hansısa pis şəxsə verəcəksiniz, hekera verəcəksiniz. Həmin heker nə bilmək onları nə edəcək? Girəcək ən pis halda girəcək dark webdə, deep webdə sizin məlumatlarınızı yazacaq. Sizin əsl məlumatlarınızı yazacaq və cəmaət məlumatlarınızdan istifadə edərək hər şey eləyəcəklər. Nə bilmək olar, bəlkə indi belə deyim də, sizin o dildə başa düşəcəyiniz dildə deyim. Məlumatlarınızı yazacaq, biri girib məsələn üçün də sizin şəxsiyyət vəsiqənizi tutaq ki, biri oğurladı, məlumatınızı atdı dark webə, dark webdən biri götürdü Azərbaycanlı. Girdi Azpunqatdan sizin adınıza pul çəkdi. Qalacaqsınız belə. Yəni onu da heç kim izah edə bilməyəcəksiniz. A, qardaş, mən eləməmişəm. Halbuki sizin adınıza çəkilən puldur. Yəni sizin adınıza çəkilən pulu heç vaxt boynunuzdan ata bilmərsiniz uşaqlar. Ona görə də məlumatlarınızı yenə də deyirəm, heç yerdə paylaşmayın. Digər biri falan filan. Bunlar da başda eyni şeylərdir uşaqlar. Yəni gözləyim, sonra etməsin, fişing Yəni phishingdən o pişiyi necə qoruna bilərsiniz uşaqlar? Elə qoruna bilərsiniz ki, onun haqqında məlumatlı olaraq. Yəni siz onun haqqında məlumatlı olmasanız, yəni heç cürə qoruna bilmərsiniz. Mən bu yaxınlarda TikTokda video gördüm uşaqlar. Yəni videoda məsələn məşhur bloger idi. Yəni adını çəkmək istəmirəm, bəlkə də çəkmək istəmir. Yəni ona görə çəkmirəm. Məşhur bloger video paylaşıb ki, bəs mənim 200 manatım itib. Bəs 200 manatın niyə itib? Səbəb uşaqlar bəsitdir. Niyə bəsitdir? Bu dəqiqə yəni Azərbaycanda yəni güvənilir bank sistemi ümumiyyətcə yoxdur. Yəni ümumiyyətcə güvənilir dünyada sistem yoxdur. Yəni niyə yoxdur güvənilir sistem? Güvənilir sistem ona görə yoxdur ki, uşaqlar insan yaradır. İnsan yaratdığı sistemdə yəni insanın səhvi ola bilər deyə güvənilir sistem yoxdur. Bu sözdə uşaqlar hardan gəlir? Girin Who Am I? Google-a yazın. Həmin kinoya baxın. Çox super kinoda. Həmin kinoda qaqaş deyir ki, güvənilir heç bir sistem yoxdur. Səbəb də odur ki, uşaqlar İnsan yaratdığı sistem heç vaxt 100% güvənli şəkildə ola bilməz. Nəyə görə? Çünki insan səhvsiz deyil. Səhvsiz insan yoxdur. Ona görə də sən orada 0.1% olsa səhv buraxacaqsan. Və mən də onu demək istəyirəm ki, uşaqlar, Azərbaycanda indi məsələn sən məlumatlarını vermirsən heç kimə. Deyirsən ki, mən məlumatlarımı verməmişəm, sürü kartımla heç kim girənməz. Amma girirlər uşaqlar. Kapital Bankın özü yəni neçə say bundan qabaq nə qədər ziyana saldılar. Yəni girirlər uşaqlar. Bu dəqiqə niyə Kapital Banka hücumları çox olur? Çünki Kapital Bank Azərbaycanın ən tanınmış bankıdır. Mən də ona görə o bankdan sizə misallar çəkirəm ki, hamınız eşidin və bilin. Yəni hansı bank daha çox istifadə olunursa, hekerlər ona üst tuturlar. Məsələn üçün də tutaq ki, Paşabank istifadə olunmursa, heker ora niyə məsələn hücum eləsin də?
Amma halbuki Paşabank istifadə olunmaya. Paşabank Azərbaycanın məncə ən güvənli banklarından biridir. Prosta az istifadə olunur. Leobank vəbşi Leobankda yəni kiber cinayətkarlar çoxdur, həddindən artıq çoxdur. Hətta qara pulun yuyulması Leobankda dəhşət çoxdur. Yəni bu dəqiqə yəni necə deyim, insanlar qara pulların yuyulmasını məsələn sizə təklif edə bilərlər. Heç vaxt qara pulların yuyulmasını məsələn üçün də əl vurmayın. Məsələn, hackerdır, qara pulların yuyulması nədir? Hacker məsələn girir hansısa banka, pulları oğurlayır, o pulu yuduzdurmaq istəyir. Yuduzdurmaq nə tər olur? O pulun ağdaşdırmalıdır axı, əlinə keçməlidir o pul. O pulu məsələn kartdan karta atdıqca o pul ona gəlmir. Başa düşdünüz? O öz kartına da atamır ki, o pulu getsin xərcləsin. O adam tapır. Məsələn üçün də kiməsə deyir ki, məsələn üçün də 500, 600 dollar sənə verəcəm, get bu pulu yu. Bu pulu yu demir, yəni get bu pulun ağdaşdır. Sən də gedirsən ağdaşdırırsan. Ağdaşdıran zaman sən kartda oğurlanmış pulu yumuş sayılırsan. Və yuyulmuş pulda iz itirilir şualar. Yəni o pulu yuyur, iz itirir, amma siz də yəni gedib pulun ağdaşdırırsınız və bankın terminalı necə deyim, kameraya düşürsüz. Yəni mən demək istədiyim odur ki, uşaqlar heç bir halda nə şəxsi məlumatlarınızı kiməsə paylaşın, nə də sizə gələn necə deyim, hansısa mesajlara inanın. Çünki Azərbaycan bu dəqiqə elədi ki, puldan istifadə edir hackerlar uşaqlar. Sizə məsələn deyir ki, 500, 600, 1000 dollar, 2000 dollar pul verəcəm. Siz də şirinlikləşib gedib həmin hərəkət edirsiniz. Sonra da gedirsiniz polislərə düşürsüz. Və yaxud siz şirinlikləşirsiniz, deyirsiniz, kredit verəcəklər. Gedirsiniz məlumatlarınızı yazırsınız, onunla da pulun getdi. Yəni bu dəqiqə insan psixologiyası nədir? Puldur. Hamı istəyir ki, pul qazansın. Bəsit yoldan, nə bilim, çətin yoldan pul qazansın. Amma bilin uşaqlar, asan yolla pul qazanmaq olmur. Yəni bu dəqiqə asan yolla pul qazanmaq yəni qeyri-mümkündür. Asan yolla nətər pul qazana bilər? Onlayn şəkildə biraz pul qazana bilərsən. O da əziyyətlidir. Yəni sən hackerin dediyi çox asandır. Yəni gedib bir dənə banka QR koddur nədir, ondan oxudub çəkəcəksən, qurtardı getdi. Nədir ki orada? Yəni ona görə uşaqlar heç nəyə, yəni ümumiyyətcə sosialdan gələn nəyə mesajlara falan heç biriniz inanmayın. Nəysə uşaqlar, qısaca phishing nədir? Saxta bir səhifə yaradırlar və saxta bir səhifə ilə sizə elə dizayn edirlər ki, siz həmin səhifəyə elə bilirsiniz ki, məsələn üçün də Kapital Bankın özü girirsiniz, məlumatlarınızı yazırsınız və salam. Onunla da kartınız gedir. Yəni bugünkü videomuzun da sonuna gəldik çatdıq. Əgər bu tərz videoların daha çox gəlməsini sizə video like atıb kanalımıza abunə olmağı unutmayın. Sağ olun, özünüzə yaxşı baxın.